Biləsuvar rayonunda bir yol polisinin rəisi var. Rauf Əzimovdur. Rauf Əzimovdur. Deməli gör bu qardaş nədən pul qazanır? Kənd indi kolxoz sistemi yoxdur. Kəndlilər belə qrup halında məsələn işçilər bir yerdən gedirlər bir sahəyə, bir kənddən o biri sahəyə gedib işləyirlər. Bu sürücülərdən aylıq 100 manat pul haqq qoymuş. 100 manat, yəni kəndçini aparsan ketman vurmağa da bu bədbəxt qul əməyi ilə məşğul olan adamı daşıyır. O sürücülərdən 100 manat pul alırmış və bu şikayət olunub bununla bağlı. Yaxın vaxtların söhbətini eləyirəm Rauf Əzimovdan. Daxili İşlər Nazirinə şikayət olub, bunu çağırıb 500 min deyirlər pulunu alıblar. 500 min pulunu alıblar və bu gəlib indi deyir həmin o sürücülərdən 300 manat pul yığır. Təsəvvür edirsiniz? 300 manat sürücülər bu sürücülər 500 min, yəni 500 min, hə? 500 min. 500 min. 500 min. Yekə puldur. Hardan? Bunu Qənimət bəy, bu rəqəmi mən niyə görə 2 dəfə səsləndirdim? Bu faktları mənə verən adamlar deyirlər ki, siz bu məhz 500 mini desən, Daxili İşlər Nazirliyi biləcək ki, bizim elədiyimiz şikayət yalan deyil. Çünki indi bu gəlib bu xərci çox çıxdığına görə 100 manatı 300 manat eləyib. Yəni cəmaət şikayət eləməyə də peşman olub.